Azərbaycanda minlərlə insan illərlə rəsmi əmək müqaviləsi olmadan, yəni qeyri-rəsmi şəkildə çalışır. İlk baxışda bu daha çox qazanc əldə etmək imkanı kimi görünə bilər. Çünki bəzi hallarda işə götürənlər vergi və sosial ödənişlərdən yayınmaq üçün əmək müqaviləsi bağlamır. İşçilər isə daha yüksək məbləğdə maaş aldıqlarını düşünərək buna razılaşırlar. Lakin bu vəziyyətin görünməyən və çox ciddi nəticələri var. Böyük risk isə gələcəkdə xüsusilə pensiya yaşına çatdıqda ortaya çıxır. Çünki əmək müqaviləsi olmadan işləyən şəxslər üçün məcburi dövlət sosial sığorta haqları ödənilmir. Bu ödənişlər isə vətəndaşın gələcək pensiya hüququnun əsasını təşkil edir. Sadə dillə desək, bugün rəsmi işləməyən bir şəxs sabah pensiya almaqda çətinlik çəkə bilər və ya ümumiyyətlə pensiya hüququ əldə etməyə bilər. Mütəxəssislərin fikrincə, əmək pensiyası vətəndaşın illər ərzində qazandığı gəlirin müəyyən mənada kompensasiyasıdır. Yəni sən nə qədər rəsmi işləyib sosial sığorta ödənişi etmisənsə, gələcəkdə alacağın pensiya da bir o qədər yüksək olacaq. Bu sistemdə işə götürən və işçi birlikdə dövlət sosial müdafiə fonduna ödəniş edir və həmin vəsaitlər fərdi hesabda toplanır. Sosial sığorta sistemi əslində çox genişdir. Buraya daimi işləyənlər, mövsüm işçilər, müvəqqəti çalışanlar, hətta fərdi sahibkarlar da daxildir. Yəni hər kəsin rəsmi şəkildə qeydiyyatdan keçərək öz gəlirini leqallaşdırmaq imkanı var. Amma problem ondadır ki, əmək münasibətləri rəsmi qaydada sənədləşdirilmədikdə bu mexanizm işləmir və nəticədə insan gələcək sosial təminat hüququndan məhrum olur. Qanunvericiliyə görə əmək pensiyası 3 əsas növ üzrə təyin edilir. Yaşa görə pensiya, əlilliyə görə pensiya və ailə başçısını itirməyə görə pensiya. Bu pensiyaların hər biri sığorta hissəsi və yığım hissəsindən ibarətdir. Əgər sosial sığorta ödənişləri yoxdursa, bu hissələr də formalaşmır və nəticədə ya çox aşağı məbləğdə pensiya təyin olunur, ya da ümumiyyətlə təyin edilir. Bəzi insanlar düşünür ki, indi qazancım çox olsun, gələcəkdə nəsə edərəm. Amma reallıq ondan ibarətdir ki, illərlə rəsmi qeydiyyatssız işləmək gələcəkdə ciddi sosial problemlərə səbəb ola bilər. Pensiyasız qalmaq, tibbi və sosial təminatdan məhrum olmaq bu risklərin ən başlıcalarıdır. Bu səbəbdən mütəxəssislər hər kəsə tövsiyə edir ki, mütləq şəkildə rəsmi əmək müqaviləsi ilə işləsinlər və ya fərdi sahibkar kimi qeydiyyatdan keçərək sosial sığorta ödənişlərini həyata keçirsinlər. Çünki bu təkcə bugün üçün deyil, sabah üçün də təhlükəsizlik deməkdir. Unutmaq olmaz ki, qısa müddətli qazanc uğrunda verilən qərarlar uzun müddətli etkilərə səbəb ola bilər. Gələcəyinizi riskə atmamaq üçün bugün atdığınız addımlar çox önəmlidir.